Salam əziz mühəndislər. Bu mövzuda biz Configure Linux proqramında Service Profile-dan bəhs edəcəyik. Biz ilk dəfə proqramı qurduq və quran zaman administrator bölməsində admin user ilə daxil olduq. Daha sonra dedik ki, siz admin userinə daxil olaraq istəsəz burada name adı dəyişə bilər və yaxud da new password bölməsində yeni parol yazıb daxil ola bilərsiniz. Əgər siz bunu daxili userlərlə deyil, siz şirkət daxilində olan Active Directory sayəsində həyata keçirmək istəyirsinizsə, o zaman siz Service Profile bölməsinə daxil olursunuz. Bu bölmədə siz Service Profile yaradırsınız. Baxın, burada Active Directory Service Profile yazılıb. Hal-hazırda aktivdir, aktiv edirsiniz və bir ad verirsiniz. Default olaraq ad Active Directory Service Profile'dır. Siz istəsəz bunu silib, hər hansısa bir başqa bir ad yaza bilərsiniz. Tamam. Silərək istənilən bir ad verə bilərsiniz. Hal-hazırda bu şəkildə qalır. Daha sonra siz burada name adı qeyd edirsiniz. Misal üçün, mən yazıram DC-01. Domain controller 1 deyirəm. Və həmən serverin IP-sini qeyd edirik. Mən indi hal-hazırda Event'də bir dənə məndə server var. Active Directory. Həmən bu serverə daxil olsaq, bunun IP-si məndə gəlin daxil olaq. Məndə bu serverin IP-si 192.168.55.114-dür. Və mən bu IP-ni bura qeyd edirəm. 192.168.55.114. Tamam. Və add deyirəm. Artıq siz görürsünüzsə, burada server list bölməsində bir dənə server əlavə olundu. Əgər ikincini istəyirsə, burada DC2 yazıb, IP-sini yazıb, add edib, ikincini əlavə edə bilərsiniz. Tamam. Daha sonra isə, əgər siz Configure Linux proqramına Active Directory inteqrasiya etmək istəyirsinizsə, mən burada Active Directory-da gəlin görsədim. Active Directory bölməsində yeni bir user yaratmışam, hansı ki bunu Configure Linux proqramına əlaqələndirib bağlamaq üçün. Həmən user üzərindən gedib userə doğrayacaq. Burada mənim bir dənə Palo Alto adında user var. Gəlin görsədim. Daxil olaq burada Palo Alto. Baxın. Burada Palo Alto adında bir dənə user var. Mən həmən user sayəsində Configure Linux-i Active Directory-nə əlaqələndirəcəm. Mənim domenim DC bərabərdir network yazıram. Vergül. Sonra DC bərabərdir az. Mənim domain kontrollerimin adı, domenimin adı network'dür. Network.az-dır. Ona görə DC network, DC az deyirəm. Lab ortamını belə yaratmışam. Daha sonra biz bura həmən username yazırıq. Palo Alto @network.az yazıb qeyd edirik. Daha sonra həmən bu userin verdiyimiz parol nədirsə, o parolu burada qeyd edirik. Yenidən qeyd edirik parolu. Bunları etdikdən sonra artıq bizim üçün Active Directory-nin əlaqə təmin olunub. Əgər bir hansısa bir useri test etmək istəyirsə, bura misal üçün mən C1 user yazıram. Burada bizdə Active Directory-da C1 useri var. Baxa bilərsiniz. Baxın, C1 useri. Hər hansı bir user yazıb, onun parolunu yazaraq belə test edə bilərik. Test uğurlu olduğunu gördükdən sonra biz bilirik ki, artıq Active Directory-lə əlaqə var. Hal-hazırda yuxarıda görə bilərsiniz ki, burada Active Directory etabında burada heç bir şey deyil, özəllik yoxdur. Tamam, aktiv deyil. Əgər olarsa aktiv olur. O zaman bizdə bu Save Administrator dediyimizdə avtomatik olaraq görə bilərsiniz ki, bizdə Active Directory artıq olmuş olur. Yaşıl işarə bu o deməkdir ki, Active Directory-ilə əlaqə var və bağlantı uğurludur. Ondan sonra artıq biz öz Configure Linux proqramımızı Active Directory inteqrasiya etmiş olduq. Artıq biz istəsək indi gəlib administrator tabına daxil olaraq burada mən add yeni user deyə bilərəm. Və burada, misal üçün, orada bizdə hansı userlər var serverdə görək. Misal üçün, B2 user var və ya da B1 user var. Mən gəlirəm bura add, name B1 deyirəm. Bu super user və ya da read-only deyək. Mən super user yox, read-only olacaq. Bunlardan daha sonra danışacağıq. Read-only olsun deyirəm. Lokal database-dən yox, artıq deyirəm ki, Active Directory-dan doğrayacaqsan bu useri. Tamam. Active Directory only, burada profile görə bilərsiniz. Buradan
Hələ ki bir admin rulumuz yoxdur. Bir dənə də parol da ehtiyac vermirəm və save edirəm. Artıq burada B1 userini görə bilərsiniz. Mən indi proqramdan çıxıram. Bura indi daxil oluram. B1 yazıram. Və parolu yazıb daxil oluram. Artıq görə bilərsiniz ki, mən proqrama artıq daxili Active Directory sayəsində nə etdim? Daxil ola bildim. Read-only ilə siz bura daxil olduğunuzda fikir verin. Digər bölmələri görə bilirsiniz. Bir dənə administrator bölməni görə bilmirsiniz. Çünki bu read-onlydir. Siz orada hər hansı bir user dəyişib, userlərin dəyişməyini görə bilməməlisiniz. Bir dənə o tab yoxdur. Qalan hallarda belə digər menyuları görə bilər. Read-only olaraq bunları nəzərdən keçirə bilərsiniz. Read-only olduğuna görə siz burada misal üçün add firewall dedikdə baxın menyu işləmir. Düzdür, gəlib burada görə bilərsiniz, amma add edirsiniz, heç bir firewall add edə bilmirsiniz. Sadəcə görə bilirsiniz. Mən indi bundan çıxıram, gəlirəm bura admin daxil oluram. Hal-hazırda administrator bölməsindəyəm. Gəldim firewall yerinə add firewall dedikdə baxın mən firewall əlavə edə bilirəm. Bu şəkildə biz bu günləri Service Profile bölməsində Active Directory-dan inteqrasiyanı həyata keçirdik. Aynən bununla yanaşı, istərsənizsə, sizdə əgər Radius serveri varsa, siz həmən burada Radius server yarada bilər. Burada pub və çap olaraq autentikasiya edib, burada yenə də name adı verirsiniz, IP adres və secret key-ni əlavə edərək add deyib, Radius serveriniz varsa, misal üçün deyək, R1 Radius server 1 deyək ki, IP-si də 192.168.55.b kimi, misal 114-dür. Password, ortada bir parol istifadə edirsiniz, Radius serverlə olan parol və add deyirsiniz. Artıq bu sayədə siz artıq Radius serveri əlavə etdikdən sonra siz doğrulamanı istərsənizsə Radius serveri sana edə bilirsiniz. Biz burada Radius serveri görürük və əlavə etdik. Əgər digər ikinci Radius server varsa yenə yazıb IP və secret key yazaraq əlavə edə bilər. İkinci Radius serverimizi də bura əlavə edə bilərik. Daha sonra save administrator settings deyirik və bu ayarlar yaddaşa verilir. Tamam? Əla. Çünki biz administrator bölməsində gəlib burada user əlavə etdiyimizdə bizdə burada lokal və yaxud da ki Active Directory və yaxud da lokal plus radius və yaxud da AD plus radius olaraq doğrulaya bilərik. Mən əgər burada lokal radius deyirəmsə, ya bu useri gedib lokaldan doğruluyor, lokal database-dən özümüzün manual yazdığımız və yaxud da ki də gedib radiusdan doğruluyor. Və yaxud da ki biz AD və radius deyə bilərik. Həm Active Directory-dən girib doğrulaya bilər, Active Directory-də tapa bilmirsə radiusa müraciət edir və yaxud da yalnız lokaldan edə bilər. Bu növlərin birini seçə bilərik. Default olaraq burada super user və yaxud da super user read-only görsədə bilərik. Tamam. Amma bizdə hələ ki admin rule keçməmişik. Növbəti mövzuda admin rule-dan bəhs edəcəm. Admin rule nədirsə, özəlliyi ona görə işləyir. Tamam? Əla. Biz bu səfər Active Directory inteqrasiyasını, eləcə Radiusun inteqrasiyasını görə bilərik. Bunları edə bilərsiniz. Ondan sonra artıq siz növbəti istərsənizsə, əgər sizin mail gateway-niz varsa, siz mail gateway-də bura əlavə bağlaya bilərsiniz. Deyək ki, şirkətinizdə bir mail gateway var. Siz həmən bu burada bir profil yaradırsınız. Həmin bu profil sayəsində siz bir maili öz daxili mail gateway-nizə bağlayırsınız. Daha sonra bu mail gateway-ləri gətirib raportlarda digər özəllikləri istifadə edə bilərik. Bundan da növbəti mövzularda bəhs edəcəyik. Sağ olun, görüşənədək.